Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümumi Azərbaycanımızı, bütün qürbətdə yaşayan kardeşleri salamlayıram. Bugün ayın deməli 6-sı fevral 2026-cı il. Bərdə qoyun quzu bazarına çəkiliş edirik. Allah alanın da satanın da xeyrin versin. İnşallah güzel bir video rolki hazırlayacağız. Sizler için bakarsınız. Bakın bugünkü qiymətlərlə tanış olun. Bakın bunlar kimindir belə? Sizindir. Sizindir bunlar. Neçəyləndir? Bak bu kuzular kimindir? Bizim. Neçə deyirsən bu kuzular qaqam? Bəli. 310. Ha? 310. 310. Ben o xırdaları neçə deyirsən? Almış o. Xeyirli olsun. Neçə ilə almışsınız qaqam? Neçə manatla? Buraya gel. Məsələn? 310. 310. Neçə ay baxmısan buna? 4 ay. 4 ay. Bərəkətli. Hamısı erkəkdir. Xeyirli bazar olsun. Hardan da gətirmisən bunları? Bacaravan kendi. Ha? Bacaravan. Bərdəloyun Məcraban kəndi. Xeyirli olsun. Çəkimsən də? Baha deyirsən Allah. Qardaşım bax belə. Heyvanları var. Sağını ver verdi. Hamısı erkəkdir. O da başlamasın sen bir alıcı. Hakikaten. Müəllim, bunların bir neçə ilə gəlir ki? Təqribən. 300'e var, 320'ye var, 390'a var. Amma maşallah olsun, yaxşı heyvanlar var. Belə qapanlar neçədir? Yekə van 7 manat, xırda van 9 manat. Yekə 7, xırda 9. 850, baxır Sək- manat. Baxır heyvana. Allah xeyirli bazar versin. Bazar olsun. Ne var ne yok. Neçədir bu kuzuların? Bunlar 290 manat. 390 manat. Erkek hamısı. Təxribi nə qədər vaxt buna sərf edirsən, bax bu vəziyyətə gəlməyə? 3 ay. Ümumiyyətlə bazarda alıcılıq nə tərdir? Zəifçilik. Buyurub baxa bilərsiniz. Və bunlar kimindir? Sən deyil, hə, bildik. Xeyirli olsun. Bu heyvanlar kimindir belə? Kardeş bunlar kimindir belə? Sizindir. Kimindir bunlar? Senin? Ne var ne yok? Bunlar kimindir belə? Sizindir qaqam. Abi bu hayvanlar senindir belə. Kimindi bunlar?
Xeyirli bazar olsun. Neçə deyirsən bunlar atam? 750'de. Üst üste 750 ile. Balalıdır da hamısı. Neçənci qarındır? Var ikinci karnında var, birinci karnında var. Bunun anası birinci karnında. Birdən neçə iki mi? 2, 3, 4, 5, 6 var. Boş da var. Neçə baş heyvandır burada atam? 58 'e. 50. Ana koyun. Ana qoyun 58 dənə. 46, 47 tane kuzu. 46 47 dənə də quzu var. Hardan da gətirsən bunları? Bunu Oğuz rayonu. Oğuzda. Buradan bütün Oğuzdakı izləyicilərimizə salamlayıram. Yəqin ki Doğrular. qapıya gələnlə bazara gələn bir qiymətdə bir endirim eləyərsən də. Bunun heyvanı problemi. Yox, qiymətdə bir fərq eləyərsən Söz də. eləyər. Oğuzun özü, Bəli. Rayonun. rayonun özü. Nə gözəl. Xeyirli bazar. Allah xeyirli bazar Sağ versin. ol, bəli. Deməli 08 qardaşım babilə Çom heyvanı. Nömrəsinin axırı 08 cin nömrəli. Bu heyvanlar kimindir belə? Sizin də atam? Hamısı erkəkdir, maşallah olsun. Amca bundan damazlıq üçün, toxumluq üçün saxlaya bilərlər də yəqin ki. Asıl tohumu belə budur. Bir 7 aylıq var mı? 8 aydır. 8 aydır. Belə neçədir onun bax qiyməti? 400 manat. 400 manat. Paşlı bir 4 aydan sonra qoşluq eləyə bilər müalicə. İndi də eləyir. İndi də eləyir. Hara heyvandır? Təmiz deyilən asıl. Təmiz beyləqan. Baba qapanlar neçə ilə verirsiniz? 7 7 manat. manat. Yekən. Balacalar da neçə? Alacalar 9 manat. 9'a balacalar, 7'ye böyüklər. Ay maşallah olsun. Təmiz qaradan olsun. Bəli, bəli. Əgər istəsən gözəl kişi. Yəni daim olar da yəqin ki heyvan. İstəsən bir nömrə buraxarsan. Hansısa bir izləyicinin əli çatmır, kartına pulunu vurar. Toxumluq məsəl üçün heyvanı göndərə bilərsən. Deyil, zəhmət olmasa nömrənizi də deyin. 050, bəli. 736 48 34. Nasıl baba? Ünvan harda? Bərdə. Bərdənin özü. Bəli. Nə gözəl. Yəni sizə xeyri çox olar yəni. Məsəl üçün hansısa bir qardaş Şəkidən, Bakıdan, bölgələrdən yəni sifariş edən göndərin. Pulunu vuracaq kartınıza göndərin getsin. Xeyirli bərəkətli olsun. Sağ ol. Bunlar dişidir ha, hamısı damazlı. Erkək. 4-5 tane dişi var içində. 4-5 dənə dişi var içində. Belə neçə iləndir bunların qiyməti? 260. 260 ilə. Sortu da ki sortdur, gözəl olur. Bu ikələr hələ burada. Görürəm.
Belə qapandan yəni verməzsiniz. Yok yok kapanmadı. Güzel siz saxlanışdı da bu. Ha, saklan. Orada kaldı. Aha. Amma qəşəngdə düzəldiblər bazarı. Həqiqi bazarı gözəl düzəldiblər. Bazar yəni Rahatçılık. hər suyu var, seli var böyründə, hər şeyi var. Rahatçılık. Esas etki rahatçılık. Allah xeyirli bazar versin. O qoyunlar kimindir? Bərəkətli olsun. Neçə iləndir gözəl kişi bunlar. Balalı, məsəl üçün boğaz. Deməli balalılar 650 ilə, boğazlar 450 ilə. Neçənci qarındır bu heyvanların? 1, 2, 3. Hardan da gətirmişəm bunu gözəl kişi. Ha? Bütün Ağzabədədəki izləyicilərimizə salamlayırıq. Allah canlarını sağ eləsin. Xeyirli bərəkətli olsun. Orada izləyicilərdən yazmışdılar ki, keçilərdə çəkin. Baş üstə, çəkək də. Bu həm izləyicilərimiz üçün maraqlı olsun. Həm bizim üçün maraqlı olsun. Çəkək, baxın. Balalarını da çəkəcəm, analarını da çəkəcəm. Hamısını çəkəcəm, baxın. Güzel qardaşlar. Ay maşallah, südlük yerinə baxın. Elə bil. Fariz nətərsən, nə var, nə yox qıqa? Deyərsən, südlük eti yox şeydə. Ona da belə bir dənə göstər çəkəkdən, ha? Nə qədər südü var onun, Fariz? Nə qədər südü Onda var? ekiz bala bəğəmlikdə yerini görünə boy da olur. Ekiz bala əmib, yerini də hələ doludur. Qiyməti nədir onun? 550. 550. Ekizli balası. Və belə burada ən aşağıdan yuxarıya dönəndə qiyməti. Tək balalar var, yaxşı balalar 240 manat, ekizlər düşür. Tək balalar 240 manat, ekiz balalar 300 manat. Bu Hollandlarda boğazlılar 300 manat. Hollandlar da 300 manat. Ünvandakı qardaş, gözəl insanlar, qəhrəman tərtərdədir. Fariz kişinin öz təsərrüfatıdır. Kim istəsə birbaşa. Dağıdımını neçə deyirsən Fariz? 450 manat. Tam çəkirəm ki, görəsiniz, açıq aydın. Bunlar da ki balalardır. Gördüğünüz kimi. Dımbılıdırlar hamısı. Tıppılı. Aya bu balaca başını hara çıxardısan? Hara çıxardısan bu balaca başını? Hara, nə axtarırsan? Bu mənim axtarır.
Başını sal içeri. Başını sal içeri. Bazar olsun. Sandı kardeş kuzular. Satılır. Neçəyə satmışsan bunları? 250, 250. Neçə kilo atlar olar qaqam? 7-8. 7-8 kilo. Saxmaq da bunlar. Onlar da sənindir. Onlar saxlanıb gətir, o da mənim. Bunlar neçə deyirsən? Onlar 290. 290'la. Ne kadar atlar olar bunların? 15-16. Öz təsərrüfatın olar. Hardan da gətirmirsən qaqam? Bərdə Alaçadırı. Bərdar oyun Alaçadırı kəndi. Mən deyirəm Qazabad tərəfdə olursan. Biraz bəri. Yuxarı. Xeyirli bazar olsun. Da bunlar? Alıblar bunları. O soruşuyor. Qaqa keçiləri neçənci qarındır? Birinci qarına çıxmış, dördüncü qarına kimi var. Ən südlüsü nə qədər südü var? Litre yarım. Litre yarım. Ekiz yoxsa tək? Tək balalı da var, ekiz balalı da var. Yəqin ki ekiz balalı 300 manatdır. Ekiz balalı 350 manatı, tək balalı 300 manat. Yəni onun qiymət fərqi nədədir? Ekiz balalı ilə tək balalı. 300 olmalı, tək olmalı. Südündədir yoxsa necə? Bala sahib fərqində. Bala sahib. Bunun balaları var ki oradadır həmin. Bunlar neçə ilə alırlar, satırlar? Niyə belə azdır heyvanınız? Gətirmişdim, satmışım qalanı. Allah xeyirli bazar versin. Ümumiyyətlə bazarda alıcılıq nətərdir? Stol yaxşıdır. Yerdəki can qutarandır da. Orası öyle qalır. Suyu qabağında, reşotkanın içində geçir. Allah rəhbərliyin canını sağ eləsin. Belə şəraitlər yaratdı. Buyurup baxa bilərsiniz. O şey babana var ne yok? Kevin senin olar bunlar. Ne şey değiller buna sa. Sattık dövür, alıplar. Hayırlı olsun, her kim alıp Allah xeyrin versin. Pazardan qəşəng bir görüntü. Bugünkü videomuza görə nə qədər bəyənmə gələcək. Həmin maksimum çəkirdik. Bir 10 dəqiqə. Get-gedə artıracağım videoları. Çəkəcəm doyunuza baxarsınız. Ha? Tapı sənin var. Bunlar erkəkli dişi. Damazlı. Neçənci qarındır bunlar atam? Birinci, sonlu var. Toxlular. Qiymətləri neçə iləndir? Hizmetleri ne bu adam? 570'e, 530'a. 530'dan 570'e qədər. Para heyvanlı bunlar. Belediye nerede kendi? Qardalanın ərzəkəndir. Nə gözəl, nə gözəl. O aşağılar.
Öz təsərrüfatın olar. Ha, öz təsərrüfatım. Allah ruzu bərəkətinizi versin. Bunlar da bayaqki çapışların balasıdır. Evet, çapışların. Görüp baxa bilərsiniz. Allah pazarını versin. Pazar olsun. Rəqam sənindir bunlar. Ha, bizimdir. Çəkə bilərik də bunları. Bunun yolunu çok. Bunlar erkəkdir, hə? Üç değişikte üçü tam şey. Rəqam bu erkəyin nə qədər çəkisi var? Namazlıqdır. Ətlik dövlət. Bilirəm, damazlıq, toxumluq. 2 yaşı var. Yox, toğludular. İkisi də toğludur. Qiymətləri neçə iləndir? Qiymətləri 850 ilə. Hardan da gətirsən bunu? Göy-göy. Nə gözəl. Ay maşallah olsun. 100-dən artıq olar. Olar bəlkə də, hə. Olar. Onlar da şişəkdirlər. Bunlar boğazdılar. Hə, boğaz yerli şişəklər. Neçənci qarına? Tam şişəklərdir. Onların qiyməti nədir? 650. 650. Saxlayanda heyvan saxlayırsan. 10 dənə. 20'sini saxlamaqdansa 10 dənəsini saxla. Da bu kimindir? Bu bilmirəm bunları ya. Eşlə, xeyirli Allah'ım. Allah xeyirli bazarını versin. Öz təsərrüfatın olar. Bərəkət versin Allah. Arkadaşım bak böyle hayvanları var. Belə neçədir bunların qiyməti? Diri çəki 7 manat. Ətə 14 manat yəni. 4 kiloda 3 kiloda faizi var. Nətə? 4 kiloda faizi var. 3-4 kiloda faizi var. Birinin nə qədər əti olar təxminən? 27, 28, 27, 28, 30 arası. Nə gözəl. Öz təsərrüfatın olar. Bərəkətli olsun. Hadi manoğlu. Sizler de zayıfsınız. Bunlar hamısı erkəkdir qaqam. Neçənci qalındı bunlar? Belə qiymətləri neçə iləndir? Neçə? 380. 380 manat. Neçənci qalındı bunlar? Birdən neçəyə kimi? Birden 4'e şimdi. 4'ə kimi. Hardan da gətirsən bunu gözəl qardaş? Buradan bütün Yevlaxdakı izləyicilərimizə salamlayırıq. Allah xeyirli bazarlarını versin. Allah bazar versin. Buyurub baxa bilərsiniz. Tam ətraflı çəkindən 380 manatla. Birdən 4'ə kimi. Deməli qardaşım bax belə
Yəni balalı və boğaz yəni. Qızıl yelim. Qızıl yeri. Neçənci qarındır bu heyvan? Birinci, ikinci, üçüncü. Birdən 3-ə kimi. Deməli dəyərli izləyicilərimiz, ümumiyyətlə bu qardaş bazara həmişə heyvanın gülünü gətirir. Yelinler görsən. Ha, yerlər görünür da. Qiymətləri Həmin 500, 550 belə. 500-550. Bıdığı yoxsa belə qapıda var? Yox, çoxdur. Nə qədər var? 80 var. Satılası. Saxlası olan. Ben sana bir sual vereceğim. Bu günləri bazarla qapıya gələndə qiymətdə nəsə endirim eləyirsən mi? Tutaq ki burada heyvanın biri neçədir burada? Qapalı bir ayrı şey. 500-550 arası dəyişir. 500-500. Yəqin ki 500'ə boğazlardı, 550'ye balalılardı. Yox, boğaz da var ki 550'dir. Aha. Balalı var 500 manatdır, balalı var 600 manatdır, balalı var 550 manatdır. İndi hər qiymət heyvan var. Yox, tutaq ki o 550'ye dediğin heyvanı. İndi qapıda nəsə hörmət eləmək olur. Bir 10 manat, 20 manat Hə, yeri var mı? manat, 30 manat. Qapıda Bakır o al belə. O yaxından götüreceğim değerli izləyicilərimiz. Baxasınız hamısına. Sen düşünmürsən, narahat olma. Neçə gün çəkər o? Bir həftə. Kardeşin öz qapı heyvanlı, yəni alıb satan zad deyil. Gördüğünüz kimi. $95-95. Çobanı görməkdən sonra. Yok. Aa onu çobandan hasta olarak çıkmadı. Ne sen? Ekiz de hemen. Deməli değerli izləyicilərimiz, gördüğünüz kimi indi rahatçılıq deyil bazar. Əla. Həqiqi əla. Yəni Nə yağış görmürük, nə yağış görmürsünüz, nə qaranlıq görmürük. nə qaranlıq, işıqlandırması gözəl, projektorlar, kamera sistemləri hamısı gözəl. Hamısı. Suyu qabağında. Allah rəhbərliyin canını sağ eləsin. Bazarın olsun. Bazar olsun. Hamısı erkəkdir ha bunların. Neçə kilo ətlər olar bax bu heyvanların? 25-30 arası. Alıcılıq nətərdir gözəl kişi? Zəifçilikdir. Hardan da gətirmisən bu heyvanları? Bərdar onun Şaxbərlər kəndi. Mən biləm bunlar faiz də verir, həmi? Faizi də var bu heyvan. 5-6 kilo. 8 aydır. Tumluğa yarayan olar. O nətərdir tumluğa? Hələ bir yaşları olmaz. Olmuyor. 11 ay. Yedi manat dedin kafandan ha? Bu xırda ilə niyə bunlara fərq var? Xırda 9 manat, bunlar 7 manat. Toylara yarayır. Aslında elə toya yarayan bunlardır. Belə deyir, qəssaslar belə deyir. Bunlar yekən, böyük. Qabaq 1 yaşında olanı kəsirdilər. 2 yaşında olanı kəsirdilər.
narahat eləyə bilərlər də. WhatsApp-ı var da. Nə gözəl. Zəngi var da. Deməli dəyərli izləyicilərimiz, bazar indi qəşəkdir. Yəni şəraiti gözəl, işıqlandırması, sərgəli və xərə doğrudan da gözəl. Navesdən birinizdən də qurula gedir. Allah canlarını sağ eləsin. Deməli dəyərli izləyicilər, gözəl qardaşlar, əgər bugünkü videolarımıza baxacam, Allahıma qurban olum. Allah şahid olsun ki, bu videoma baxışında 2000 like gəlsə, gələn həftə bütöy bazarı çəkəcəm yəni. Saat yarım olacaq, 2 saat olacaq, yəni çəkəcəm. Ona görə ki, biz bax, bu əziyyəti çəkirik. Siz də orada bizim xeyrimiz o layıqlərdir, onu da vermirsiniz. Gözəl qardaşlar, gözəl insanlar. Biz sizlərdən ötərik, çəkirik, göstəririk. Bazardan xəbəriniz olur, qiymətlərlə bağlı. Əziyyət çəkmirsiniz. Onun üçün də videolarımıza baxarkən like verməyi unutmayın. Xahiş edirəm hər birinizdən. Bugünlük Bərdə qoyun bazarından bu qədər. Allah'a emanet olun. Allah sizlərlə olsun. Var olasınız.